Salam mənim əzizlərim. Deməli, dünya musiqi praktikasında müxtəlif xalqların mahnı yaradıcılığında rast gələn bir çox ladlar var. Bugün həmin o ladlardan biri pentatonika, yəni Çin və yaxud da ki Şotland ladı adlandırılan pentatonika haqqında danışacağım. Sizə bunlar nə üçün Çin və Şotland ladı adlanır? Çünki həmin xalqların musiqisi pentatonika ladı üzərində qurulub. Pentatonika nə deməkdir? 5 birlərdən ibarətdir. Penti 5, tonus səs, yəni 5 səs deməkdir və tərkibi böyük sekunda, kiçik tersiya intervallarından ibarətdir. Pentatonikalar həm major boyalı olur, həm də minor boyalı olur. Major boyalı pentatonikanın quruluşu böyük sekunda, kiçik tersiya, böyük sekunda intervallarından ibarətdir. Bu lat major qammasının deməli 1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı pilələrindən qurulur. Fikir verin, Çin musiqisi artıq göstərir özünü. Belə də götürsək, natural major qammasının 4-cü və 7-ci pilələrini ləğv edəriksə, artıq major boyalı pentatonika əmələ gəlir. Yəni belə da, da, ra, da. Fikir görürsünüz. 1-ci, 3-cü, 5-ci pillələri də major üç səslisini əmələ gətirir. Minor boyalı pentatonikanın quruluşu amma kiçik tersiya, böyük sekunda və kiçik tersiya intervallarından ibarətdir. Deməli, minor qammasının 1-ci, 3-cü, 4-cü, 5-ci, 7-ci pillələrinin ardıcıl düzülüşündən əmələ gəlir minor pentatonikası. Belə də daha başqa bir variantla, əgər minor qammasının biz 2-ci və 6-cı pillələrini ləğv edəriksə, nəticədə minor boyalı pentatonika əmələ gəlir və yenə də 1-ci, 3-cü, 5-ci pillələri bizim üçün minor üç səslisini əmələ gətirir. Deməli, fikir verirsiniz ki, bu latda kiçik sekunda, yəni yarım ton yoxdur. Pentatonika nəinki Çin və yaxud Şotland xalqlarında, həmçinin Rus xalq mahnılarında, Başqırt, Çuvaş, Buryat və bir çox xalqların musiqisində rast gəlinir. Hətta Koreya, Vyetnam xalqlarının musiqisində də əsas lat kimi bu pentatonika istifadə olunur. Əgər sizə sual verilərsə ki, tutaq ki, indi biz do major və lə minor qammasından qurduq, major və minor boyalı, amma sizə deyilə bilər ki, sol səsindən major pentatonikası qur. Nə edirik? Sol major qammasını düşünürük, 1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı pillələrinə ardıcıl düzürük. Bu zaman əmələ gəlir sol səsindən major boyalı pentatonika. Amma sol səsindən minor boyalı pentatonika qurmağımızı istəyərlərsə, sadəcə olaraq sol minor qammasını düşünürük. Sol, si bemol, do, re və fa. Bu zamanda əmələ gəlir minor boyalı sol səsindən minor boyalı pentatonika. Çox asan, bəsit bir mövzu. Ümid edirəm sizin üçün çox sərfəli oldu, yəni sizin üçün çox işinizə yaradı. Başqa hər hansı bir mövzunu izah etməyimizi istəyirsinizsə, sadəcə olaraq yazın. Hər zaman mən sizə sevə-sevə izah edə bilərəm.